mənzillər mütləq daxili ölçülər formasında satışa çıxarılmalıdır. Yəni biz plintus dediyimiz, həşiyə dediyimiz hissə var. O nəzərə alınmadan divardan divara olan hissə. İçəridə. Bəli, iç divardan divara olan hissə. Hətta tutaq ki, o evin içində biz kolonlar, ricerlər deyirik də, hətta o ölçü zamanı onlar belə nəzərə alınıb çıxılmalıdır. Şaxtalar, ümumi sahələr vətəndaşa satıla bilməz. Balkonlar, teras sahələri 0.3 əmsala vurulmaqla, eyvanlar 0.5 əmsala vurulmaqla, lodiyalar təbii ki, 1 əmsala vurulmaqla hesablanmalıdır ki, tikinti şirkətlərinin əksəriyyəti bu qaydaları pozur. Bəzən vətəndaşa 100 kvadrat metr adına satılan mənzil müvafiq qurumda, yəni əmlak məsələləri dövlət xidmətində qeydə alınarkən 85 kvadrat gəlir, 80 kvadrat gəlir. Vətəndaş bilməlidir ki, əmlak üzərində mübahisələrin müddəti kifayət qədər uzundur. Eyni zamanda mülki qanunvericiliyi ilə o aldadıldığını başa düşdüyü andan, müəyyən etdiyi andan o aldadılma ilə bağlı məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.